Salam, hər vaxtınız xeyir əziz ikincilər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video isə ikinci siniflərin tək və cüt ədədlər mövzusu ilə bağlı olacaq. Deməli, gəlin ilk öncə tək və cüt ədədləri öyrənib, daha sonra isə testlər və çalışmalar üzərində tətbiq edək. Vaxt itirmədən başlayaq. Deməli, uşaqlar, biz bilirik ki, 1, 3, 5, 7, 9 tək ədədlərdir. 0, 2, 4, 6, 8 ilə. Deməli, 1, 3, 5, 7, 9 ilə bitən ədədlər tək, 0, 2, 4, 6, 8 ilə bitən ədədlər isə cüt ədədlərdir. İndi bunu biləndən sonra gəlin bu biliyimizi testlər üzərində tətbiq edək. Baxaq ilk suala. İlk sualda bizə deyir ki, ədəd oxunda, ədəd oxunda 25 ilə 28-in arasında yerləşən tək ədəd neçədir? Ədəd oxunu düşünün. 25 var, 26 var, 27 var və 28 var. Bizə deyir ki, 25 ilə 28-in arasında yerləşən tək ədəd. Baxın uşaqlar, burada 2 dənə ədəd var. 26 və 27. Deməli, biz dedik ki, sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlər tək ədədlər adlanır. Ona görə də 26 cüt ədəd olduğuna görə götürə bilmərik. Cavabımız olacaq 27 C variantı. Baxırıq digərinə. Deyir, modellə verilmiş ədədlərdən hansı cüt ədəddir? Modelləri bir dənə sayırıq, baxırıq. Deməli, A variantında 34, B variantında 1, 2, 3, 4, 5, 53, C variantında isə 41-dir. Uşaqlar, deməli, cüt ədəd istədiyinə görə 53 ilə 41 tək ədəd olduğuna görə götürə bilmərik. Cavabımız olacaq A variantı 34 cüt ədəddir. 3-ə baxırıq. 3-də bizə deyir ki, ədəd oxunda modellə verilmiş ədəddən sonraki tək ədəd neçədir? Ədəd oxu. Modellə verilmiş ədəddə 44-dür. 44-dən sonraki tək ədəd 45 olmuş olacaq. Bu da 1, 2, 3, 4, 5. Yox, 45-dir. Üzr istəyirəm. 45-dir. 45-dən sonraki tək ədəd istədiyinə görə 46, daha sonra 47. Deməli, 45-dən sonra gələn tək ədəd 47-dir. 46 cüt olduğuna görə götürə bilmərik. Cavabımız olacaq B variantı. Baxırıq. Deyir, hansı müqayisə simvolun ifadə etdiyi ədəd cüt ədəddir? Baxırıq. Deməli, elə buradaca eləyək. Deməli, 67-dən böyük, 69-dan kiçik olacaq 68. Deməli, bu cüt ədəddir. Elə cavabımız olacaq A variantı. 58 ilə 60-ın arasında 59 var. Tək ədəddir, götürə bilmərik. 34 ilə 36-nın arasında 35 var. Tək ədəddir, götürə bilmərik. Bizə cüt ədəd lazım olduğuna görə A variantını götürmüş olacaq. Baxırıq 5-ə. Verilənlərdən neçəsi tək ədəddir? 49 təkdir, 24 cütdür, 88 cütdür, 36 cütdür, 53 təkdir, 27 təkdir, 40 cütdür, 61 təkdir. Deməli, 1, 2, 3, 4. 4 dənə ədədimiz tək ədəddir. Baxırıq digər suala. Deməli, 6-cı sualda bizə deyir ki, toplananlardan biri 13-dən sonraki tək ədəd, 13-dən sonra gəlir 14, 14 cüt olduğuna görə, daha sonra gəlir 15. Deməli, bizə lazımdır 15. Deməli, toplananlardan biri 15, digəri isə 22 olarsa, cəm neçə olar? 15 ilə 22-ni toplayanda eləyir 37. 37 də görək hansı modeldə bizə verilmişdir. Bu da bizə verilib
C variantında. Daha sonra baxırıq 7-ci tapşırığa. 7-ci tapşırıqda deyir, hansı ədəd oxunda ox ilə göstərilən ədəd tək ədəddir? A variantına baxırıq. 50 ilə 60 arası, 51, 52, 53, 54, 55, 56, 57. Bizdən də tək ədəd istədiyinə görə A variantı. 30 ilə 40-ın arasına baxaq. 31, 32, 33, 34, 34 cüt ədəddir. Götürə bilmərik. Baxırıq 40 ilə 50 arasında. 41, 42, 43, 44, 45, 46. 46 da cüt ədəd olduğuna görə götürə bilmərik. Bizə tək ədəd dediyinə görə cavabımız olacaq A variantı. 8-də bizə deyir, verilənlərdən hansı cüt ədəd deyil? 9 onluq, 7 təklik, elə tək ədəddir. 7 onluq, 6 təklik cüt ədəddir. 5 onluq, 4 təklik cüt ədəddir. Bizə cüt ədəd deyil, yəni tək ədəddir. Deyirsə cavabımız olacaq A variantı. 9-da bizə deyir, hansı misalın cavabı tək ədəddir? 23 üstə 5 eləyir 28. 37 üstə 22 eləyir 59. 46 üstə gəl 10 eləyir 56. Tək ədəd soruşduğuna görə cavabımız olacaq B variantı. 10-cu tapşırıqda deyir, 28-dən böyük, 39-dan kiçik neçə cüt ədəd var? Gəlin sayaq. 28-dən böyük, 39-dan kiçik cüt ədəd istəyirsə, 28-dən sonra gələn cüt ədəd 30, daha sonra 32, ritmik sayırıq. 34, 36, 38, 40-ı götürə bilmərik, çünki bizdə 39-dan kiçik deyir. 1, 2, 3, 4, 5. Deməli, 5 ədəd cüt ədədimiz var. İndi çalışmalara baxırıq uşaqlar. Çalışmalara baxırıq. Deməli, birinci çalışmada bizə deyir. Deyil, modellə verilmiş ədədlərdən tək olanlara T, cüt olanlara isə C yazın. Yaxşı. Baxırıq modellə verilmiş ədədlərə. Burada 24-dür. 24 cüt ədəd olduğuna görə C yazırıq. Burada 23-dür. 23 tək olduğuna görə tək yazırıq. Burada 35, 6. 36-dır. 36 cütdür. Burada isə 44-dür. 44 cütdür. Daha sonra 1, 2, 3, 4, 5. 53. 53 təkdir. 20, 1, 2, 3, 4. Deməli, 6. 26 cütdür. Daha sonra axırıncı 1, 2, 3, 4. Bir dəqiqə saya bilmədim. 1, 2, 3, 4, 5, 6. 60. Deməli, 4. 64 də cüt olduğuna görə bu hissəni tamamlamış olduq. İndi aşağıya baxırıq. Aşağıda da eyni şəkildə bizdən istəyir. Deməli, 34 cütdür. Deməli, 26 cütdür. 47 təkdir. 20, 1, 2, 3, 4, 5, 6, 7, 8, 28 cütdür. 45 tək olmuş olacaq. Daha sonra baxırıq ikinci tapşırığa. İkinci tapşırıqda tək ədədləri T, cüt ədədləri isə C ilə işarələyək. 13 deməli tək ədəddir. 69 tək ədəddir. 58 cüt ədəddir. 72 cüt ədəddir. 30 cüt ədəddir. 47 tək ədəddir. 84 cüt ədəddir. 93 deməli baxırıq burada tək ədəddir. Deməli bu formada olmuş olacaq. Baxırıq 3-cü tapşırığa. Deyir, cədvələ uyğun ədədləri yazın. Tək ədədləri bura yazacağıq, cüt ədədləri bu tərəfə yazarıq. Yəni sola tək ədədləri, sağa isə cüt ədədləri yığacağıq. 28 cütdür. 52 cütdür. 83 təkdir. 17 təkdir.
39 təkdir. 40 cütdür. 47 təkdir. 81 təkdir. 24 cütdür. 38 cütdür. 55 təkdir. 66 da cüt olmuş olacaq. Bu formada olacaq. Baxırıq 4-cü tapşırığa. 4-cü tapşırıqda deyir, uyğun ədədləri yazın. 19-dan kiçik 2 rəqəmli tək ədədlər. 19-dan geriyə baxırıq. Ritmik saysaq belə, yenə də cavabı tapmış olarıq. Amma 2 rəqəmlidir. 19-dan kiçik 17, 15, 13, 11. Artıq burada 9-u götürə bilmərik, çünki şərtimizdə 2 rəqəmli var. 9 yazsaq 1 rəqəmli olmuş olacaq. Bütün tək ədədləri desəydik, 9, 7, 5, 3, 1 bunları da yazardıq. İndi deyir 85-dən böyük, 99-dan kiçik cüt ədədlər. 86, 88, daha doğrusu 90, 92, 94, 96, 98 formada olacaq. 38-dən böyük, 51-dən kiçik tək ədədlər. 38-dən sonra gələn tək ədəd 39, 41, 43, 45, 47, 49, daha sonra heç nə, 49. 51-i götürə bilmərik, çünki 51-dən kiçikdir. Bu səhifəmizdə bu formada tamamlanmış oldu. Baxırıq. Deyir, müqayisə edin. Baxırıq. 48-dən sonraki tək ədəd, 48-dən sonraki tək ədəd 49-dur uşaqlar. 50-dən əvvəlki cüt ədəd, 50-dən əvvəlki cüt ədəd də 48-dir. 48 ilə 49-u müqayisə etsək, 49 böyük olmuş olacaq. Daha sonra baxırıq. Rəngi dəyişim, sizə daha rahat olsun. 71-dən sonraki cüt ədəd 72-nin özüdür. 75-dən əvvəlki tək ədəd 73-dür. Müqayisə etmiş olsaq 73 böyük olacaq. 30-dan sonraki cüt ədəd 32-dir. 34-dən əvvəlki tək ədəd 33-dür. Müqayisə eləcək 33 böyük olmuş olacaq. 6-cı tapşırıqda deyir, həll edin. Tək ədədlərin cəmini tapın. Baxırıq, 8 cütdür, 12 cütdür, 11 təkdir. Aha. 7 də təkdir. 14 cütdür, 20 də cütdür. Deməli, 11 ilə 7-nin cəmini istəyir 18. Cüt ədədlərin cəmini 32 cüt olmuş olacaq. 15 təkdir, 26 cüt olmuş olacaq. Daha sonra 43 təkdir, götürə bilmərik. 59 təkdir, 77 də tək olduğuna görə götürə bilmərik. Buradan da cavab olacaq 58. İndi misalları həll edin deyir. Daha sonra cavabı tək olanları T, cüt olanları isə C ilə işarələyin. Baxırıq. 37-dən 14 çıxanda eləyir 23. 23 təkdir. 43-dən 16, daha doğrusu 43 ilə 16-nı toplasaq eləyər 59. Bu da təkdir. 48-dən 21 çıxsaq eləyəcək 27. Təkdir. 86-dan 32 çıxsaq eləyəcək 54. 54 cütdür. 78-dən 45 çıxsaq eləyəcək 33. 33 cüt, daha doğrusu təkdir. 69-dan 57 çıxsaq eləyəcək 12. 12 cütdür. 16-nın üzərinə 22 gəlsə eləyəcək 38. Bu cütdür. 97-dən 22 çıxsaq eləyəcək 75. Bu da tək olmuş olacaq. 64 ilə 24-ü toplasaq eləyər 88. 88 cüt ədəddir. 51 ilə 43-ü toplasaq eləyər 93. Daha doğrusu 94. 94 də cüt ədəddir. 76 ilə 34-ü 76-dan 34-ü çıxsaq eləyəcək 40. Deməli 2. Bu da cütdür. 55-dən 14 çıxsaq eləyər 41. Bu da tək olmuş olacaq. Baxırıq digər tapşırığa. Digər tapşırıqda da bizə məsələlər var. Baxaq məsələlərə. Mən lövhəni açım. Deməli uşaqlar, baxırıq
A tapşırığına. A tapşırığında bizə deyir ki, fikrimdə tutduğum ədəd 26 ilə 42-nin cəmindən sonra gələn, ilk öncə cəmləyək, eləyir 68. 68-dən sonra gələn cüt ədəd 70-dir. Deməli, deyir ki, fikrimdə tutduğum ədəd neçədir? Fikrimdə tutduğum ədəd 70-dir. B tapşırığına baxaq. Kitab rəfindəki kitabların sayı 37-dən böyük, 41-dən kiçik ədəddir. Kitab rəfində neçə kitab var? 47-dən böyük tək ədəd gəlir 39. 37-dən əvvəl, daha sonra, daha doğrusu sonra gələn 39-dur. Cavabımız olacaq 39. C-də deyir ki, atamın yaşı 40-dan böyük ən kiçik tək ədəddir. 40-dan böyük ən kiçik tək ədəd 41-dir. D tapşırığında bizə deyir ki, Orxanın forma nömrəsi 10-dan sonra gələn ikinci cüt ədəddir. Baxın, uşaqlar, 10-dan sonra gələn ilk cüt ədəd 12-dir. Amma ikinci cüt ədəd istədiyinə görə, deməli 14-ü götürmüş olaraq. Deməli, Orxanın forma nömrəsi 14 olmuş olacaq. Uşaqlar, video izahın sonuna gəldik. Tapşırıqların da sonuna gəldik. Videonu bəyəndinizsə bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.